Salam, hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva, texnologiya təlimçisi. Bu günlərim sizə bu yaxınlarda texnologiya fənni üzrə keçirilən vebinarda sertifikasiya ilə bağlı verilən açıqlamalar haqqında bir məlumat vermək istəyirəm və bizə təqdim olunan sertifikasiyaya hazırlıq üçün verilən bir belə deyək, sınaq imtahanının izahını verəcəm. Ondan əvvəl nəzərinizə çatdırım ki, müəllimlər, bizə vebinarda deməli, çərçivə sənədinə düşəcək sualların sayı açıqlandı. Əslində bu bizə əvvəlcədən də açıqlanmışdı çərçivə sənədinə ki, məzmun xəttlərinə uyğun olaraq neçə sual hansı məzmun xəttindən düşəcək. Deməli, müəllimlər, biz bilirik ki, texnologiya fənnində 4 məzmun xəttimiz var və bu məzmun xəttindən deməli bizə sualların sayı düşəcəyi gözlənilir. Emal texnologiyalarından 17, texniki elementlərdən gözlənilir bizə. Bircə dəqiqə müəllimlər. Texniki elementlərdən gözlənilir 13, məişət mədəniyyətindən gözlənilir. Bircə dəqiqə müəllimlər, çox üzr istəyirəm. Məişət mədəniyyətindən gözlənilir deməli 12 sual və qrafik savad elmlərindən gözlənilir 8 sualın düşəcəyi. Bu ola bilər ki, yəni 1-2 sual fərqli ola bilər məsəl üçün də, yəni çox və yaxud da az, amma ümumilikdə yəni əksəriyyət, yəni böyüklük təşkil edir emal texnologiyalarında, yəni bu ardıcıllıqla düşəcəyi gözlənilir bir sözlə. Və ona görə də ümumiyyətlə, yəni dərsliyimizə də nəzər yetirsəz, görərsiniz ki, emal texnologiyaları ilə bizim belə deyək, mövzuların böyük hissəsi emal texnologiyalarına aiddir. Ona görə də suallarımızın sayının çox hissəsi elə emal texnologiyalarından düşəcəkdir. Və onu da bizə açıqladılar ki, vebinarda sualların deməli hansı tipdə suallar düşəcəyi var, hamını maraqlı idi. Təbii ki, hər ilmikdə olduğu kimi ardıcıllıq düşəcək, situasiya tipli suallar, hesablama tipli uyğunluq, seçmə, bax bu cür sualların düşəcəyi gözlənir. Hansı ki, elə müəllimləri əsas çətinliyə salan sual tipləri də bu sual tipləridir ki, yəni biraz yorucu olur ardıcıllıq, seçmə, uyğunluq və s. Suallar təbii ki, çətinlik səviyyəsi normativlərə uyğun olaraq asan, orta və çətin dərəcəli olacaqdır. Və onu da qeyd edeyim ki, bəzi müəllimlər özlərini, yəni belə deyim də, ehtiyatdan, hansı ki, köhnə dərsliklərdən müəyyən, indiki dərsliklərdən bəzi çıxarılmış mövzular var idi və yaxud da bəzi dəzgahların, bəzi alətlər var idi ki, hissələr var idi ki, onları köhnə kitablardan öyrənirdilər, çətinlik çəkirdilər. Artıq bizə yəni məlumat verildi ki, yalnız qüvvədə olan dərslikdən, yəni hansı ki, indi məktəblərdəki şagirdlərin oxuduğu dərsliklər var, yalnız o dərsliklərdə hansı mövzular, nələr qeyd olunubsa, ancaq onlar düşəcək, yəni suallarda da. Yəni daha o keçmiş kitablarda nəyisə salınması ehtimalı artıq belə deyim də, yəni ortalıqdan qalxdı. Çünki bizə artıq əvvəlcədən məlumatlandırırlar ki, qüvvədə olan dərslikləri nəzərə alın, ancaq suallar oradan düşəcəkdir. Daha sonra müəllimlər gərək biz bu bizə təqdim edilən suallara görə bu suallar əslində onu da qeyd edeyim ki, müəllimlər, yəni bu təhsil institutunun təqdim etdiyi bu sınaq, yəni nə gözəl olar ki, elə imtahanda da bu cür nə düşə. Mənə elə gəlir ki, az da olsa bu il ərzində biraz əmək sərf eləyən, özünü əziyyətə salan müəllim, yəni bir kitabı təkrar eləyən, kitab dərindən maraqlanan müəllim üçün suallar bu cür nə düşsə, mənə elə gəlir ki, yəni heç kəs 30-dan aşağı yığmaz da, yəni ən azı keçidi keçər deyə düşünürəm. Bəlkə də indi ola bilər ki, bizi belə deyim, bir arxayınlaşdırmaq üçün də ola bilər ki, bu cür nəsə belə bu tip hazırlamışdılar. Mənə elə gəlir ki, yəni o qədər də çətin deyildi. Yəni inşallah elə bu cür də düşər sertifikasiyada və hər biriniz uğur qazanarsınız. Deməli müəllimlər, birinci sualımızda nə deyirdi? Şəkildə verilmiş məlumatlar hansı üsulla bəzədilmişdi? Zaten belə deyim də, kitablarımızı, bir kitabı gözdən nəzərdən keçirmiş olan müəllimlər bunu həmən biləcəkdir ki, bu bədii yandırma üsulundan bəzədilmiş məlumatlar idi. Yəni zaten bu şəkillər elə bizim 8-ci sinif texnologiya dərsliyimizdə də var. Daha sonra
Bircə dəqiqə. Daha sonra 6-cı sinifdən deməli bir emal texnologiyalarından düşən sualımızdan biri isə meşə materiallarının adlarını variantlara uyğun olaraq qeyd etməyimizi istəyirdi. Təbii ki, müəllimlər, burada bizdə A-da olan ağacımız bilirdik ki, qol budaqdan təmizlənmiş ağac idi. Daha sonra B-də olan bizim şalban idi, hansı ki deyirdik ki, şalbanın uzunluğu 3 metrdən çox olurdu. C-də isə bizdə tir idi. Tirin də uzunluğu deyirdik ki, 2-4 metr arası olurdu və 2 metrə qədər olan ki, belə deyək, qısa mişar materialımız isə, meşə materialımız isə bizim kötük idi ki, bax, yəni bu C-də olan isə bizim kötüklər idi. Daha sonra müəllimlər, bircə dəqiqə. Aha. Daha sonra bizə emal texnologiyalarından növbəti mövzumuz hansı birləşmə, həm də künc yeşik birləşməsi adlanır deyə sual düşmüşdü. Təbii ki, müəllimlər, bu da açıq üçqat birləşmə idi ki, bunu da hər birimiz belə deyək də dərsi oxuyarkən də görmüşdük ki, açıq üçqat birləşməyə həm də biz künc yeşik birləşməsi deyirdik. Və daha sonra hörmələrdən düşmüşdü. Muncuq hörmə MİQ-in ən sevimli mövzularından biri olduğu kimi sertifikasiyada da bu mövzudan suallar yəqin ki düşəcək, əsl imtahanımızda da, yəni bu sınaq imtahanında da bu cür salmışdılar. Biz deməli müəllimlər öyrənmişdik ki, əgər əks sözü görürüksə, deməli bu iynəyə bənzər hörmədir. Bu cür də yadımızda saxlayırıq ki, iynəyə bənzər hörmədir bu da. Daha sonra deməli, şəffaf bəzəmədən əvvəl oduncağı bəzəməyə hazırlayarkən bir neçə əməliyyat yerinə yetirirdik. Bu əməliyyatları soruşur bizdən. Təbii ki, müəllimlər, bu əməliyyatlarımız da təmizləmə, cilalama, ağac xofunun təmizlənməsi idi. Bu da 8-ci sinif oduncaq səthinin bəzədilməsi, daha doğrusu 9-cu sinif oduncaq səthinin bəzədilməsi texnologiyası mövzumuzu da yəni genişliyi ilə verilib. Bu prosesləri necə yerinə yetirmək lazımdır? Onun belə də ətraflı şəkildə deməli oldu təmizləyirik, sonra bir cilalayırıq və xofunu təmizləyərək bəzəməni yerinə yetiririk. Həmçində deyirdik ki, şəffaf bəzəməyə həmçində xarrat bəzəməsi də deyilirdi. Niyə? Çünki deyirdik ki, bu zaman ağacın teksturası aydın görsənirdi, daha şəffaf, daha canlı görsənirdi sanki. Növbəti sualımız qatlama birləşməsinin alınması ardıcıllığını deyirdi bizə. Bu da 5-ci sinif mövzularımızdan biridir. Əvvəlcə nə edirdik müəllimlər? Təbəqələri 90 dərəcəlik bucaq altında kənarlardan 6-8 mm əyirdik. Sonra tərsinə çevirirdik və əyilmiş kənarları 2-3 mm aralıq qoymaqla qatlayırdıq. Qatladıqdan sonra nə edirdik müəllimlər? Onları bir-birinə qıfıla sarırdıq. Yəni bir-birinə keçirirdik. 5. Daha sonra başlayırdıq döyəcləməyə, yəni çəkic zərbələri vurmağa. Deməli, qoy bir dəqiqə işarəliyim mən sizə. Deməli, 1, daha sonra 2, qıfıla salırıq 3, daha sonra olacaq bu 4 və bir də sonuncu da olacaq bu 5. 3 olacaq 5, yəni bax bu da oldu 5. Ardıcıllığımız bu şəkildə. Daha sonra növbəti sualımız şəkildə verilmiş qatlama tikişi növlərinin adlarına uyğun düzgün sıralamağı bizdən xahiş edir və yaxud da təklif edir. Deməli, çəpinə tikişlə qatlama. Zaten burada əgər kimisə yadından çıxmış olsa da bu şəkillər və yaxud da bu tikiş növü həmən şəkilə baxanda diqqətlə baxsaz bu cür olduqda, yəni əgər görsəniz ki, nəsə bir şey yadınızdan çıxıb, yəni həqiqətini düzü yadınızdan çıxıbsa, məntiq əsasında da sertifikasiyada məsləhət bilərəm ki, cavabları boş buraxmayasınız. Çünki sertifikasiyada səhv düzü aparmır, səhv sualınız. Ona görə də yəni bilmədiyiniz sualı məntiqən də fikirləşib tapa bilərsiniz. Həmçində bax, məsəl üçün bu sualda necə məntiqdən tapa bilərik? Kənarlardakı tikişlərə fikir veririk. Çəpinə tikişlə qatlama. Burada baxırıq ki, hansında çəpinə var? Təbii ki, çəpinə burada var və daha sonra xaçvari tikişlə qatlama və bir də düz tikişlə qatlama ardıcıllığımız bu şəkildə olacaqdır. Daha sonra pastörizə edilmiş və sterilizə edilmiş süddən danışır bizə. Deməli, biz bilirdik ki, pastörizə edilmiş südümüz 72-75 dərəcə qızdırmaqla əldə olunurdu südü və onun çatışmayan cəhəti nə idi? Onun istifadə müddətinin az olması idi. Deməli, müəllimlər, biz bilirdik ki, pastörizə zamanı südün tərkibindəki vitaminlər daha yaxşı qalırdı da, yəni az faizi ölürdü. Səbəb də onun az dərəcədə qızdırılmasından dolayı idi. Amma bu zaman deyirdik ki, az saxlaya bilirdik. Yəni 2-5 gün müddətində ancaq saxlaya bilirdik. Amma sterilizə edilmiş südün üstünlüyü o idi ki, biz onu daha çox saxlaya bilirdik. Yəni 4 aya qədər saxlaya bilirdik.
hermetik qablarda. Və amma onun çatışmayan cəhəti sterilizə edilmişin deyirdi ki, onun tərkibində olan xeyirli maddələrin də ölməsi idi. Çünki yəni qaynama temperaturuna çatdırırdıq. Hansı temperatur idi bu? Hətta qaynamadan daha yüksək, yəni 120-140 selsiyə qədər qızdırmaqla əldə eləyirdik bu sterilizə edilmiş südü. Daha sonra gəldik növbəti sualımız ütünün altını deyir. Hansı üsullarla təmizləmək olmaz? Bilirdik ki, kibrit qutusunun, yəni o kənarında olan kükürtlü hissəsindən təmizləyə bilirdik. Bircə dəqiqə təmizləyə bilirdik. Daha sonra xüsusi karandaşın köməkliyi ilə də təmizləyə bilirdik və bıçağın, sumbatək kağızının, bu abraziv vasitələrin bunlarla olmurdu. Bunları deməli olmazdı. Ütünü maksimal temperatura qədər qızdırırdıq duza sürtməklə. Həmçinin müəllimlər yadınızda saxlayın ki, duzun da keyfiyyətini artırmaq üçün biz orada ona parafin yonqarı əlavə eləyirdik. Bunu da yadınızda saxlayın və sirkə obdurulmuş əski və yaxud da pambıqla. Həmçinin bu təmizləməni nə zaman yerinə yetirirdik? Bir yadımıza salaq. Deyirdik ki, əgər sudan, cod sudan olmuş ərv və yaxud da kraxmaldan yaranmış o kraxmal saplarının belə deyək yapışması nəticəsində ütünün altında yaranmış olan bir ərv, onu biz deyirdik sirkə obdurulmuş əski ilə. Həmçinin də deyirdik ki, bunun da keyfiyyətini artırmaq üçün o tərkibinə naşatri spirt əlavə eləyirdik. Və bir nüansı da yadınızda saxlayın ki, deyirdik ki, əgər ütünün altı bu cür ləkələrlə, yəni cod südən, kraxmaldan çox ərv bağlayıbsa, bu zaman biz dəsmalı həmin bu məhlula, yəni naşatri spirti ilə sirkə qarışdırılmış məhlulda dəsmalı isladırdıq və sonra həmin o dəsmalı ütülüyürdük ütü ilə, qızdırılmış ütü ilə. Bu zaman daha effektiv, daha təmiz olurdu ütü. Yəni burada cavabımız olacaqdı B variantı. Daha sonra torna dəzgahı, burğu dəzgahı, ştamplama dəzgahı, laqunda, bu maşınlar təbii ki, bilirik ki, texnoloji maşınlara aiddir. Nəqliyyat maşınlarına bilirik təyyarə idi, nə bilim gəmilər idi, ondan sonra avtomobillər idi, sərnişin avtomobilləri, yük avtomobilləri və s. Məişət maşınlarına bilirdik tozsurandır, soyuducudur, nə bilim şirə çəkəndir və s. Nəql edici maşınlara nələr aid idi? Deyirdik ki, nəql edici nasoslar idi, kranlar idi, lift idi, eskalatorlar idi və s. və bir də qaldı energetik maşınlarımız. Energetik maşınlarda bilirdik ki, elektrik enerjisi generatoru idi, mühərriklər idi və s. və l-axır yəni. Daha sonra gəldik deməli çilingər bıçqısına. Çilingər əl bıçqısının hissələrini soruşur bizdən. Deməli bizim birinci olur qulaqlı qaykamız, ikinci hissəmiz çərçivə idi, üçüncü hissəmiz deməli hərəkətli başlığımız idi və digər tərəfdə deməli 5-ci hissədə hərəkətsiz başlıq idi, 7 ştif idi, daha sonra 6 isə dəstək idi. Bu bizim hissələrimiz oldu. Daha sonra və bizə daha növbəti bir sualda deməli eyni, yəni 7-ci sinif hansı ki maşın və mexanizmlər haqqında məlumat olan bir mövzumuz var. 7-ci sinif 10-cu mövzu və bayaqki sual da elə oradan idi. Texnoloji maşınlar hansı ki o ştamplama dəzgahı, laqunda və s. onların aid olduğu maşınları soruşurdu. Eyni ilə həmin mövzudan növbəti bir sual saldılar. Deməli mühərrik, mexanizm, məlumat maşınları və energetik maşınlar. Deməli mühərrik hər hansı bir enerji növünü mexanikiyə çevirirdi və eləcə də həmçinin də elektrik enerjisini də mexaniki enerjiyə çevirən bir qurğuydu. Bu bizim düzgün cavabımızdır. Məlumat maşınları deyir, materialları dəyişdirir, yükləri və yaxud da insanları daşıyır. Təbii ki, bu hansı maşın idi? Bu iş maşınları idi. İş maşınları idi, yəni bu məlumat maşınları deyildi. Məlumat maşınları deyirdik ki, bir növ məlumatı digərinə çevirirdi. Məsələn, burada deyirdik ki, radioydu, nə bilim notebooklar idi, hər hansı bir telefonlar idi. Bax bunlar yəni ki hesablama maşınları idi. Yəni onlar məlumatı çevirirdilər. Daha sonra mexanizm haqqında bəs nə deyir? Mexanizm deyir maşının, cihazın, aparatın onları işə salan daxili qurğusudur. Bu təbii ki bizim düz variantımızdır. Və deyir energetik maşınlar. Diqqətli olaq müəllimlər. Deyir bir növ məlumatı digərinə çevirir. Burada heç bir şübhəmiz yoxdur. Doğrudur, energetik maşınlar bir növ enerjini digərinə çevirən, bir növ enerjini digərinə çevirən bir deməli
çevirirdi və məlumatı bir növ enerjini digər enerjiyə çevirən maşınlar idi. Amma bizə burada nə deyir? Bizi çaşdırmaq üçün deyir, bir növ məlumatı digərinə çevirən, məlumatı toplamaq, emal etmək, saxlamaq, bunların hər biri nəyə aid idi? Bunların hər biri məlumat maşınlarına aid idi. Hansı ki, belə deyim də, bircə dəqiqə, oxşarlıq var idi ki, energetik maşınlarda bizdə deyirdik, bir növ enerjini digər növ enerjiyə çevirən maşınlar. Amma burada deyir ki, bir növ məlumatı digərinə çevirir. Deməli, bu olacaqdı bizim məlumat maşınlarımız, məlumat. Burada bizim olacaq deməli, doğrudan oldu 1, yanlışdan isə oldu düzgün cavabımız 4. 1 və 4 cavabımız olacaq B variantı. Daha sonra müəllim texnologiya dərsində şagirdə əşyanın kərpic divara bərkidilmə ardıcıllığını sadalamağı tapşırır. Burada deməli müəllimlər zaten yəni nə gözəl olardı ki, bütün ardıcıllıq elə bu qədər asan, sadə olardı. Bunu yəni bilməyən müəllim mənə elə gəlir ki, yoxdur. Təbii ki, birinci vurğulayırdıq bircə dəqiqə. Dəliyi vurğulayırdıq. Aha. Sonra dubeli dəliyə quraşdırırdıq və daha sonra şurup bağlayırdıq və ən sonda isə əşyanı bərkidirdik. Ardıcıllığımız bu şəkildə idi. Daha sonra səhər yeməyi, deməli 1, 2 və 3. Səhər yeməyi bizim ümumi qidalanmamızın 25-30%-ni təşkil eləyir. Günorta yeməyi ən çox belə deyək, yediyimiz günorta yeməyi idi, 50%-ni təşkil eləyirdi. Axşam yeməyi isə bizim 20-25% yeməyimizi yəni qida rasionumuzda bu qədər biz qidalanırdıq, yəni 25-30%. Daha sonra bu mebel furnituru düz bucaq altında yerləşən 2 metal lövhəcikdən. 2 metal lövhəcik deyəndə biz bilirik ki, bu künçlüklərdir. Daha sonra ailə büdcəsinin gəlirlərinə aid olmayanları seçir. Ailə üzvlərimizin əmək haqqısı təşkil eləyirdi. Qida məhsullarının alınması. Bu qida məhsullarını almaq üçün bir vəsait sərf eləyir. Bu bizim xərcimizdir. Yəni gəlirimizə aidiyyatı yoxdur. Mütləq ödəmələr, yığımlar, vergilər, bunlar da bizim büdcəmizə daxildir. Müqavimətlər, təqaüdlər, müavinətlər, daha doğrusu təqaüdlər, bunlar da daxildir. Mədəni, məişət xidmətlərinə sərf edilən, sərf sözünü gördüksə bu artıq xərcdir. Şəxsi yardımcı təsərrüfatdan əldə olunan vəsait, bu da bizim gəlirlərimizə aiddir. Deməli, bizim olduğu səhv variantlarımız 2 və 5. 2, 5 və şəxsi bircə dəqiqə 2, 5 və biri hansı idi bəs? Mütləq ödəmələr, yığımlar, vergilər və bir də bu bizim xərclərimizə də xərcimiz idi. Deməli, 2, 3 və bir də 5. 2, 3, 5. Cavabımız olacaq B variantı. Daha sonra ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmiri zamanı sonuncu mərhələmiz hansıdır? Deməli, birinci neynirdik müəllimlər? Sonuncu mərhələmiz təbii ki, pəncərələrin şüşələnməsi idi. Burada zaten ardıcıllıq yoxdur. Belə məntiqən də fikirləşsəz, görərsiniz ki, ən sonda neynəməliyik? Təbii ki, şüşəni çıxartmışdıqsa, ən sonda şüşəni yerinə, yəni təmirdən sonra şüşəni daxil etməliydik, yenidən çərçivəyə bərkitməliydik. Yəni, pəncərələrin şüşələnməsidir cavabımız. Və daha sonra texnoloji sənədlər dedikdə burada hər bir şey yadımızda saxlayırdıq. Xəritələri, texnoloji xəritə, marşrut xəritəsi və bir də əməliyyat xəritəsi. Deməli, cavabımız oldu 1, 2 və 4 C variantı. Daha sonra çertyoş, eskiz və texniki təsvir. Məmulatın həcmli üç tərəfi təsviri nə idi? Təbii ki, texniki təsvir idi. Bircə dəqiqə. Bu texniki təsvir idi. Məmulatın yalnız əllə çəkilmiş bir tərəfdən görünüşü isə eskiz idi. Çertyoş isə məmulatın ön, sol və üst görünüşləri verilmiş qrafik təsvirimiz idi. Yəni cavabımız olacaq 3, 2, 1.
Daha sonra gəldik, deməli növbəti sualımız əməliyyat xəritəsi nədir? Təbii ki, əməliyyat xəritəsi hər birimiz bildiyimiz kimi keçidlərin, qurğuların, tətbiq olunan alətlərin siyahısı idi. Əməliyyat xəritəmiz iş sənədlərinin tərtibinin bütün mərhələlərində istifadə olunan texnoloji sənəd isə marşrut xəritəsi idi. Daha sonra texnoloji əməliyyatlar, material göstərilmə, detalların bu isə olurdu texnoloji xəritə və bir də eyni texnoloji təchizat vasitələri ilə yerinə yetirilən əməliyyatların başa çatmış hissəsi. Bu olacaqdı texnoloji keçid. İstehsal prosesinin bir hissəsi olub, əmək əşyasının dəyişdirilməsi bu olur texnoloji proses. Daha sonra gəldik, deməli şagird yumurcuqlu mexanizmə aid ad, say, material, miqyas kimi məlumatları hansı çertyor sənədindən oxumalıdır? Bu təbii ki, sertifikasiyaya baxaraq bu məlumatları əldə edə bilər. Daha sonra mühəndis layihəyə başlayarkən ölçü alətlərindən istifadə etmədən əl ilə sürətli təsvir hazırlayır. Bu təsvir təbii ki, olacaqdır texniki rəsm. Çünki biz onu dərsdə də öyrənmişdik ki, heç bir ölçmə və rəsm alətlərindən istifadə etmədən əllə yerinə yetirilən qrafik təsvirlərimizdən biri idi. Həmçinin də onu vurğulamışdıq ki, texniki təsvirdə gələcək məmulat haqqında daha başa düşülən idi. Yəni məmulatı texniki təsvirə baxanda biz o asanlaşılırdı. Bizdə bir fikir formalaşırdı. Ona görə də deyirdik ki, konstruktorların sevdiyi, daha doğrusu belə yəni çox istifadə etdiyi qrafik təsvirlərdən biri elə texniki rəsm, yəni texniki təsvir idi. Daha sonra yoxdur müəllimlər. Elə bu qədərdir sualların ardıcıllığı. İnşallah ki, müəllimlər, yəni sertifikasiyada da suallar bu tipdə düşsə, əminəm ki, yəni hər biriniz üçün belə deyək, uğurlu olar nəticə, yaxşı olar. Hər birinizə uğurlar arzu edirəm. Kanala abunə olmağı unutmayın. Çox xahiş edirəm. Bəyənməyi unutmayın. İnşallah yeni belə test izahlarından tez-tez sizi məlumatlandıracağım.